Red Pillin mübarizə mərhələsi özünü müxtəlif formada büruzə verə bilər. Dostların səni anlamır, ailən səni danlayır, işdən qovurlar, töhmət alırsan, şəhərdə söyürlər səni, dəlixanaya salırlar. Yəni cəmiyyət səninlə mübarizəyə keçir. Sirk bizim mental sərhədimizdir, beynimizin məhsuludur. Mental sərhəddən çıxmaq daha asandır. Şəhər isə başqa sözlə Babil, artıq cəmiyyətin bizə qoyduğu sərhədlərdə onları aşmaq daha ağrılıdır. Amma bu mərhələdə ayı fərd olaraq dəyişir. Möhkəmlənir, yaralanır, mənalanır, dözümü artır və əgər bu ictimai baskıya tab gətirib, şəhərin küçələrindən rayon yoluna çıxa bilirsə, sonra oranı da aşıb şəhəri tərk edə bilirsə, hara çatır? Ormana. Növbəti mərhələ varma mərhələsidir. Həqiqətə varmaq, var olmaq. Ayı artıq itir, bir fərd kimi yoxdur. Ormanla bütövləşir, həqiqətinə çatır. Artıq sirkdəki yarımçıq ayı deyil, tam ayıdır. Sən həqiqəti biləcəksən və həqiqət səni azad edəcək. Yəni həqiqət səni suallardan azad edəcək, xaosdan azad edəcək, yalanlardan, beynindəki mental sərhədlərdən, ruhundakı boşluqdan azad edəcək.